Salam dostlar. Bugün sizi Cənubi Koreya səyahətimə aparıram. Video boyunca həm bu gözəl ölkənin qısa tanıtımını verəcəyəm, həm də Cənubi Koreyanın səhiyyə sistemi ilə bağlı müşahidələrimi bölüşəcəyəm. Həmçinin Koreya haqqında maraqlı məlumatları da sizinlə paylaşacağam. Cənubi Koreyanın rəsmi adı Koreya Respublikasıdır. Paytaxtı Seul şəhəridir və bu şəhər eyni zamanda ölkənin mədəni, iqtisadi və texnoloji mərkəzidir. Əhalisi təxminən 52 milyon nəfərdir və onların böyük əksəriyyəti Koreyaca danışır. Ərazisi isə 100 min kvadrat kilometrdir. Yəni Azərbaycandan bir qədər böyük. Orada əhali sıx məskunlaşmışdır. Azərbaycandan Cənubi Koreyaya birbaşa marşrut yoxdur. Ora getmək üçün ən geniş istifadə olunan marşrutlar İstanbul və Dubay üzərindəndir. İstanbuldan Seula gedərkən Gürcüstan, Azərbaycan, Xəzər dənizi, Qazaxıstan və ya Türkmənistan, Özbəkistan və ya Qırğızistan və Çin üzərindən keçirilir. Yəni təyyarə Orta Asiya və Çin üzərindən keçərək Seula daxil olur. Koreya daxil olanda onun texnologiyalar ölkəsi olduğunu aydın görürsən. Cənubi Koreya texnologiya, təhsil və səhiyyə sahəsində dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Səyahət üçün olduqca təhlükəsiz, təmiz və müasir bir ölkədir. Metro, avtobus və qatar sistemi çox dəqiq işləyir və şəhərlər arası gediş-gəliş çox rahatdır. Cənubi Koreyada din azadlığı mövcuddur və əhalinin dini baxımından müxtəlif tərkibi var. Ən geniş yayılmış dinlər Buddizm və Xristianlıqdır. Həmçinin əhalinin təxminən yarısı heç bir dinə mənsub olmadığını bildirir. Koreya Buddizmi ölkənin tarixində dərin iz buraxıb və bu dinin mədəniyyətə, incəsənətə və memarlığa təsiri böyükdür. Cənubi Koreya 3 əsas qonşu ölkə ilə əhatə olunur. Şimali Koreya, Çin və Yaponiya. Şimali Koreya ilə münasibətlər olduqca mürəkkəb və gərgindir. Hər iki ölkə 1950-53-cü illərdə Koreya müharibəsini yaşayıb və bu müharibə atəşkəslə başa çatsa da rəsmi sülh müqaviləsi imzalanmayıb. Bu səbəbdən texniki olaraq hər iki ölkə hələ də müharibə vəziyyətindədir. İki ölkə arasında 38-ci paralel boyunca sərhəd yerləşir və bu ərazi demilitarizə olunmuş zona adlanır, yəni silahsızlaşdırılmış zonadır. Buranı turistlər də ziyarət edə bilir, amma ciddi təhlükəsizlik tədbirləri altındadır. Çin, Cənubi Koreyanın ən böyük ticarət tərəfdaşlarından biridir. İqtisadi münasibətlər sıx olsa da, bəzi siyasi məsələlərdə fikir ayrılıqları da yaşanır. Buna baxmayaraq hər iki ölkə qarşılıqlı əməkdaşlığı davam etdirir. Yaponiya ilə münasibətlər tarixi səbəblərə görə bəzən gərginləşir. Xüsusilə 1910-1945-ci illərdə Yaponiyanın Koreyanın işğalı zamanı baş verən hadisələr bu gündə iki ölkə arasında bəzi emosional və siyasi mübahisələrə səbəb olur. Lakin iqtisadi və mədəni əlaqələr baxımından əməkdaşlıq davam edir. Turizm və texnologiya sahələrində əməkdaşlıq imkanları genişdir. Cənubi Koreyada səhiyyə sistemi universaldır, yəni bütün vətəndaşları əhatə edir. Səhiyyə xidmətləri Milli Sağlamlıq Sığortası vasitəsilə idarə olunur. Bu sistem həm dövlət, həm də özəl klinikaları əhatə edir və dövlət sığortası ilə bu xidmətlərdən istifadə etmək mümkündür. Koreyada həkimlər yüksək səviyyədə ixtisaslıdır və texnoloji baxımdan xəstəxanalar çox inkişaf etmişdir. Koreyada xəstəxanaların 95%-i özəldir. Dövlət xəstəxanaları çox azdır və əsasən travmatologiya və digər strateji sahələr üzrə ixtisaslaşıb. Hər bir vətəndaş maaşının müəyyən bir hissəsini tibbi sığortaya ödəyir və bu fond vasitəsilə həm ambulator, həm də stasionar xidmətlərdən faydalana bilir. Ən maraqlı nüanslardan biri odur ki, xəstələr həkimə gedərkən əvvəlcədən randevu almağa çox ehtiyac olmur. Ən yaxın klinikaya gedib növbə ilə daxil ola bilirlər və çox vaxt uzun gözləməyə ehtiyac olmur. Koreyada uşaqların vaksinasiyası və əsas müayinələri dövlət tərəfindən qarşılanır. Vaksinasiya məcburi olmasa da, vaksini olmayan uşaqlar bağça və məktəblərə buraxılmır. Əhalinin orta ömür müddəti təxminən 83 ildir. Bu da dünyanın ən yüksək göstəricilərindəndir. Koreya xalqı sağlamlığa çox önəm verir. İdman, düzgün qidalanma və profilaktik müayinələr çox yayğındır. Koreyada keçirdiyim günlər ərzində həm şəhərlərin təmizliyinə, həm də insanların qayda-qanuna hörmətinə
heyran qaldım. İctimai yerlərdə sakitlik, mədəniyyət və təhlükəsizlik hissi səyahəti daha da rahat və xoş edir. Ancaq Koreyaya daxil olduğunuz andan onun tamamilə başqa bir mədəniyyət olduğunu hiss edirsən. Bizim regiondan gələnlər yemək məsələsində çox əziyyət çəkirlər. Onların yeməkləri bizim damaq dadımızdan tamamilə fərqlidir. 나의 오른 다리를 바깥쪽으로 접어서 엉덩이 옆쪽에 정강이를 낮추세요. 자, 나의 왼손 엉덩이 뒤로 가져가 바닥 짚고 오른손이 아래서 위로 올라가요. 가슴 열어. 우리 뒤에 한 번 더 바라볼 거예요. 달빛 요가죠. 달을 한 번 더 멀리 바라보고 다시 내쉬는 숨에 돌아옵니다. 한 번 더 갑니다. 마시는 숨. 다리로 지탱하여 엉덩이 높게 들어 올려. 이번엔 하늘을 바라보고 내쉽니다. 천천히 내려옵니다. 반대쪽 가실 거예요. 다리 방향 바꿔서 저희와 같은 방향이에요. 왼다리를 접어 엉덩이 옆쪽에 낮추고